Tapşırığın şərti belədir. Bunu həll eləməmişdən qabaq fasilə verin. Özünüz tapşırığı həll eləyin və mənim cavablarımdan tutuşturun. Şəxsi cümlələri müəyyən edin. Yadda saxlamaq lazımdır. Şəxsi cümlənin xəbəri üçüncü şəxsin təkində olur. Eyni zamanda şəxsi cümlələrin mübtədası olmur. Təsəvvür belə edilmir. Birinci şərtimiz nədir? Şəxsi cümlənin xəbəri üçüncü şəxsin təkində olur. Deməli, beşinci cümlə. Xəbəri üçüncü şəxsin cəmində olan cümlə kənarlaşdırılır. İkinci şərtimiz nədir? Şəxsi cümlələrdə mübtəda olmur, təsəvvür edilmir. İkinci cümlədə evdə oturduğumuz bəsdir. Nə bəsdir? Evdə oturduğumuz. Evdə oturduğumuz mübtədadır. Deməli, bu da kənarlaşır. Cavab qalır 1, 3, 4. Sevincimdən qanat açıb uçmaq istədiyim günlərdən biri idi. Şəxsi cümlədir. Ceyran xanım sürgündən qaydanda Novruz bayramı ərəfəsi idi. Şəxsi cümlədir. Mənim sənin bu inatkarlığına xoşum gəlir şəxsi cümlədir. Bu tipli cümlələri mən YouTube kanalında izah eləmişəm. Əlavə izah üçün YouTube kanalıma abunə olun və bu izahları tamamilə tam başa düşün. Bu sualınıza cavabı isə 1, 3, 4-cü cümlələrdir. Bunlar bu qədər. Ümid edirəm ki, imtahanları qalmış nəyəsə sizə izah edə bildim.